17 mayda OTK-nın 11-ci siniflər üçün təşkil etdiyi sınaq imtahanda istifadə olunmuş sualların izahına baxırıq. Birinci sual. Silsilə fərqi D olan A-ın ədədi silsiləsində A8 bərabərdir 11, A23 bərabərdir 56 olarsa, D vurulsun A1 hasilini tapın. D-ni təyin etmək üçün D bərabərdir A-n çıxılsın AK bölünsün n çıxılsın K düsturundan istifadə edirik. Bu da olacaq A23 çıxılsın A8 bölünsün 23 çıxılsın 8. 56 çıx 11 bölünsün 15. 45 bölünsün 15 bərabərdir 3 olar. D-ni 3 olaraq təyin etdik. İndi A1-i isə A8-dən təyin edə bilərik. A8 bərabərdir A1 üstəgəl 7-dir. A8-in qiyməti 11. A1 üstəgəlinsin. D-nin qiyməti 3-dür. D nə oldu? 21. Buradan da təyin etdik ki, A1 bərabərdir -10-dur. Bizə D vurulsun A1 hasili lazımdır. Bu da olacaq 3 vurulsun -10 bərabərdir -30. Doğru cavab A variantı. İkinci sual. AB 38 cm və şəkildəki üçbucaqların hər biri bərabər tərəfli üçbucaq olarsa, onların perimetrlərinin cəmini tapın. Birinci üçbucağın oturacağına X, ikincidə Y, üçüncüdə Z deyək. X üstəgəl Y üstəgəl Z AB-yə, yəni 38-də bərabərdir. Birinci üçbucağın perimetri 3X, ikincidə 3Y, üçüncüdə isə 3Z-dir. Bu da bərabərdir. 3 vurulsun X üstəgəl Y üstəgəl Z. Bu da AB-yə bərabər idi. Yəni 3 vurulsun 38, 90 üstəgəl 24. 114 olar. Doğru cavab B variantı. Üçüncü sual. ABCD paralelogramında BC bərabərdir 2AB-dir. AB-yə bir X desək, BC 2X-ə bərabərdir. Və perimetr ABCD 60, BD 20 olarsa AC diagonalının uzunluğunu tapın. Və burada X-dir, burada 2X-dir. Əvvəlcə perimetrdən təyin eləyək. Perimetr bərabərdir 6X, bu da 60-dır. Buradan da alırıq ki, X bərabərdir 10-dur. X-i 10 təyin elədik. Burada 20-yə bərabərdir. Eyni zamanda BD də 20-dir bütövlükdə. Və paralelogramın diagonalları kəsişmə nöqtəsində yarıya bölünür deyənə bu hissəyə AC-nin yarısına M deyə bilərik. Və yekunda AC-ni təyin etmək üçün 2 vurulsun M düsturundan istifadə edə bilərik. M də mediandır, orta nöqtədir deyənə. Demək, 3 tərəf bəllidir. Medianı təyin edək. M bərabərdir 2-də 1, kök altında 2A kvadratı, üstə gəlinsin 2B kvadratı, çıxılsın S kvadratı düsturundan istifadə edək. Elə yekun olaraq yaza bilərik. AC bərabərdir 2M, o da bərabərdir kök altında 2A kvadratı, belə yazaq da A kvadratının yerinə. Deməli olacaq 2 vurulsun 10-un kvadratı. Üstə gəlinsin 2 vurulsun 20-nin kvadratı, çıxılsın 20-nin kvadratı. Bu da bərabərdir. Kök altında 200 üstə gəlinsin. 2 vurulsun 400, bu bizə verər 800. 20-nin kvadratı 400-dür. Bu da bərabərdir. Kök altında 1000 çıxılsın 400, 600-dür. 600-ü də belə yaza bilərik. Kök altında 6 vurulsun 100. 100-dən kök olaraq 10. Kök altında 6 qalar. Doğru cavab A variantı olar. Dördüncü sual. M-in hansı qiymətində tənliklər sisteminin həlli yoxdur? Həlli yoxdursa, onda belə yazırıq. 3 bölünsün M bərabərdir. -2 bölünsün 6 fərqlidir. 7 bölünsün 14. Bu hissəsini həll edək. -2M bərabərdir 3 dəfə 6, 18. M də bərabərdir -9. Doğru cavab C variantı. AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən. Deməli, verilən f'(x)-in törəməsidir. Böhran nöqtələrinin sayını tapın. Böhran nöqtələrində törəmə 0-a bərabər idi. Burada 0-a bərabər olan qiymətlərin sayını tapırıq. 1, 2 və 3. Doğru cavabımız E variantı olar. 5-ci sual.
6-cı sual daha doğrusu. Kök altında 3 sinüs x çıxılsın kosinüs x bərabərdir 2 tənliyini həll edin. Deməli, bunun hər tərəfini 2-də 1-ə vuraq. 2-də 1-ə vursaq, kök altında 3 bölünsün 2 sinus x çıxılsın 2-də 1 kosinus x bərabərdir 1 olar. Kök altında 3 bölünsün 2-nin yerinə yaza bilərik. Kosinus 30, yəni pi bölünsün 6 vurulsun sinus x çıxılsın 2-də 1-in də yerinə sinus 30, yəni sinus pi bölünsün 6 kosinus x bərabərdir 1 yazaq. Deməli, kosinus alfa sinus alfa çıxılsın sinus alfa kosinus beta bizə verəcək sinus alfa minus beta, yəni sinus x çıxılsın pi bölü 6-nı verir, bərabərdir 1. Buradan da x çıxılsın pi bölünsün 6 xüsusi həldir deyənə bərabər olur pi bölünsün 2 üstə gəlinsin 2 pi k-ya. Pi bölünsün 6-nı sağ tərəfə keçirdik. X bərabərdir pi bölünsün 2 üstə gəlinsin pi bölünsün 6 üstə gəlinsin 2 pi k. Bunda ortaq məxrəci gətirsək x bərabərdir 6-da 4 pi üstə gəlinsin 2 pi k. İxtisar aparsaq 2 pi bölünsün 3 üstə gəlinsin 2 pi k alarıq. Doğru cavab D variantı. 7-ci sual hansı funksiya artandır? Artan funksiya üslü funksiyalarda əsası birdən böyük olan funksiya olacaq. Baxırıq A bəndində bu kök altında 8, məxrəcdə 3-dür. Məxrəci daha böyük olduğundan azalandı. C variantında 3 üstü mənfi x-i 3-də 1 üstü x kimi yazırıq. Bu da azalandı. Kök altında 3 çıxılsın 1. Kök altında 3 təqribən 1/7-dir. 1 çıxsaq 0/7 azalan funksiyadır. D variantı da 5-də 1 olduğundan azalan funksiyadır. Bir dənə qaldı. B variantı, doğru cavab B variantı olacaq. Bu da 1 bölünsün 0,4-dür. Təqribən kök altda 2-nin qiyməti 1,4 olduğundan. Deməli, bu da olar 1 bölünsün 10/4, 4-də 10. Təxminən 2,5-ə yaxın bir qiymətdir. Bu da 1-dən böyük olduğundan onda artan funksiya olar. 8-ci sual ifadəsinin qiymətini hesablayın. 7 vurulsun 9-u yazdıq 3 üstü 2 üstü 8 üstəgəl 6-nı yazdıq 2 vurulsun 3 vurulsun 3 üstü 3 üstü 5 bölünsün 3 üstü 4 üstü 4 bərabərdir 7 vurulsun 3 üstü 16 3 üstü 15 biri də burada oldu üstəgəl 2 vurulsun 3 üstü 16 bölünsün 3 üstü 16. Ayrı-ayrı kəsirlər kimi yazsaq 7 üstəgəl 2 bərabərdir 9. Doğru cavab C variantı. 9-cu sual ifadəsini sadələşdirin. I xəyali vahiddir. Demək, i-nin qüvvətləri üçün belə dedikdə, əgər 4-ə böldükdə i üstü 1, yəni qalıqda 1 alınarsa i-nin özünə, qalıqda 2 alınarsa i üstü 2 mənfi 1-ə, qalıqda 3 alınarsa i üstü 3 mənfi i-yə, qalıqda 0 alınarsa, yəni tam bölünərsə i üstü 4, bu da 1-ə bərabər olur. 25-i 4-ə bölsək qalıqda 1 alınır deyənə olacaq 2i çıxılsın, 5 vurulsun, 26-nı 4-ə böldük, qalıqda 2 qaldı. Deməli, i üstü 2 mənfi 1-dir. Üstə gəlinsin, 4 vurulsun, 27-ni böldük, 4-ə qalıqda 3 qaldı. Bu oldu mənfi i. 28-i böldük 4-ə, qalıq qalmadı. Deməli, yerinə 1 yazacaq, 8 vurulsun 1. Bu da bərabərdir. 2i üstə gəlinsin 5, çıxılsın 4i üstə gəlinsin 8. 8 üstə gəl 5, 13, çıxılsın 2i. Doğru cavab Y variantı. 10-cu sual 4a bölünsün 9 üstə gəl 1 bərabərdir 5a bölünsün 12 tənliyini həll edin. Deməli, 5a bölünsün 12 çıxılsın 9-da 4a bərabərdir 1. 9 ilə 12 ortaq məxrəc 36-nı gətirdi. 36 3-ə vurduq 15a çıxılsın 4-ə vurduq 16a bərabərdir 1. Mənfi a bölünsün 36 bərabərdir 1. Buradan da a bərabərdir mənfi 36 olar. Doğru cavab Y variantı.
11-ci sual. İntegralı hesablayın. İntegral 4-dən 5-ə 6. Bunu da belə yazaq. X çıxılsın 3-ün kvadratı dx. 6 sabitdir. Çıxartdıq integralın qarşısına. 4-dən 5-ə x çıxılsın 3 üstü -2 dx. İntegralı tapanda qüvvətin üzərinə 1 əlavə edirdik. 6 vurulsun integral 4-dən 5-ə. Deməli, integralı silək birbaşa yazaqda da x çıxılsın 3 üstü -1 bölünsün -1 4-dən 5-ə. Bu da bərabərdir. -6 1 bölünsün x çıxılsın 3 4-dən 5-ə bərabərdir. -6 5-i yazsaq yerinə 1 bölünsün 5 çıxılsın 3 2 çıxılsın 4-ü yazmış olsaq yerinə olacaq 1. Bərabərdir. -6 vurulsun -2-də 1 bərabərdir 3. Doğru cavab B variantı. 12-ci sual. Doğranı 20 cm oturacağının radiusu 12 olan konusun ox kəsiyinin sahəsini tapın. Deməli, bunun doğranı 20-yə bərabərdir. Radiusu isə 12-yə bərabərdir. Ox kəsiyinin sahəsi. Əvvəlcə hündürlüyünü tapaq. Deməli, Pifagora görə h kvadratı üstəgəl 12-nin kvadratı bərabərdir 20-nin kvadratı. Buradan da h bərabərdir 400 çıxılsın 144. 256, bu da 16 olur. Hündürlüyü tapdıq ki 16-ya bərabərdir. Ox kəsiyinin sahəsi bizə verir 2r vurulsun h bölünsün 2. Yəni oturacağa çəkimi hündürlüyün hasilinin yarısıdır. Üçbucağın sahəsi kimi və yaxud da birbaşa yaza bilərik. S ox kəsiyinin sahəsi bərabərdir r vurulsun h. Bu da bərabərdir. R 12, hündürlüyü də 16. 16 vurulsun 12 160, 32 192 edər. Doğru cavab D variantı. 13-cü sual. Təsvir olunmuş parabola hansı funksiyanın qrafikidir? Demək, köklərinə görə təsvir olunub deyənək funksiyanın qrafikini belə yazırıq. Y bərabərdir A vurulsun x çıxılsın x1, x çıxılsın x2. Yəni, y bərabərdir A vurulsun x çıxılsın -1, yəni x üstəgəl 1, x çıxılsın 5 şəklində yazdıq. Digər tərəfdən x-in yerinə 0 yazanda y -2 qiymətini alır. Y alır -2 qiymətin, A vurulsun x-in də yerinə 0 yazdıq. 1 vurulsun -5. Buradan da alırıq ki, A bərabərdir 2 bölünsün 5, mənfilər getdi. Bu da bərabərdir 0,4. Funksiyanın yenidən yazırıq. Y bərabərdir 0,4. X üstəgəl 1, x çıxılsın 5. Doğru cavabımız oldu D variantı. 14-cü sual. İfadəsinin ən kiçik qiymətini tapın. Deməli, belə yazırıq. 3 vurulsun x kvadratı çıxılsın 9x üstəgəl x çıxılsın 9. Bu da bərabərdir. 3 x kvadratı çıxılsın 8x çıxılsın 9 bərabərdir 0. Bunu da belə yaza bilərik. 3 x kvadratı, burada 0 da yoxdur əslində, bərabərdir 3x kvadratı çıxılsın 24x çıxılsın 27. Buradan x0'ı tapaq. x0 bərabərdir -b bölünsün 2a. Bu da bərabərdir 24 bölünsün 6. O da bərabərdir 4 edər. Demək, x0'ı yerinə yazanda biz y0'ın qiymətini tapırıq ki, bizə də y0 lazımdır. y0 ən kiçik qiymətdir. Onu da gətirib yerinə yazsaq, y0 bərabərdir 3 vurulsun 4 üstəgəl 1 vurulsun 4 çıxılsın 9. Bu da bərabərdir 3 vurulsun 5 vurulsun 4-dən də 9 çıxdıq 5. Bərabərdir -5 olacaq bu. Bərabərdir -75. Doğru cavabımız D variantı oldu.
15-ci sual. Düz xəttdən 8 sm məsafədə yerləşən nöqtədən bu düz xəttdə uzunluqları 10 və 17 olan 2 mail çəkilmişdir. Maillərin oturacaqları arasındakı məsafənin böyük qiymətini tapın. Deməli, birinci kiçik qiymətdən danışaq. Əgər 8 sm-lik bir məsafə deyiriksə, buradan maillər bu formada çəkilə bilər. Bu halda 8, buna 10 deyək, buna 17. 8 10-dursa Pifagora görə bura 6-dır. 17 8-dirsə bura 15, 15-dirsə burada 9-dur. Demək, kiçik qiyməti 9-a bərabərdir. Onda böyük qiyməti alması üçün maillər biri sağ, digəri isə sol tərəfə istiqamətlənməlidir. Deməli, bura 8, bura 10 desək, bura 17 desək, 8 10 Pifagora görə bura 6-dır, burada 15. Uzaq məsafə 15 üstə gəlinsin 6 bərabərdir 21 oldu. Doğru cavab A variantı. 16-cı sual. Bərabərsizliyi həll edin. Vurğulara ayırdıq. X çıxılsın 3, x üstə gəl 3, x üstə gəl 1-in kvadratı bölünsün x çıxılsın 7 kiçikdir bərabərdir 0. Burada həm məxrəcin qiymətini, həm də təkrarlanan kökü nəzərə alıb intervallar üsulu ilə həll edək. Demək, köklərin biri oldu -3. -3 daxil olan qiymətdir. Digəri oldu -1 daxil olan qiymətdir. 3 daxil olan qiymətdir. 7 isə daxil olmayan qiymətdir. Kökləri təyin elədik. İndi işarələri düzəndə burada təkrarlanan kökü nəzərə almalıyıq. Bu da -1-dir. -1-in hər iki tərəfində işarə eyni olmalıdır. 8 qiymətini yerinə yazsaq müsbət olur. Onda bura mənfi, bura müsbət olur. Burada müsbət olacaq, bura isə mənfi. Bizə 0-dan kiçik və bərabər olan hissə lazımdır. Mənfi sonsuzluqdan -3-ə qədər -3 daxildir. Birləşir 3-dən 7-yə kimi, 7 daxil deyil. Bir də birləşir, -1-in özü 0 qiymətinə çevirir, yəni onu da götürməliyik. Bu da oldu -1. Doğru cavab D variantı. 17-ci sual. Bərabərsizliyi həll edin. Deməli, loqaritmanın toplanması vurma kimi yazıla bilər. Loqaritma 1,5 əsasından x çıxılsın 5 vurulsun x çıxılsın 3 kiçikdir bərabərdir. Loqaritma 1,5 əsasından 8. Əsaslar birdən böyük olduğuna görə bərabərsizliyin istiqaməti dəyişmir. X çıxılsın 5 vurulsun x çıxılsın 3 kiçikdir bərabərdir 8. Bunu da belə yazaq da x kvadratı çıxılsın 8x üstə gəl 15 kiçikdir bərabərdir 8. X kvadratı çıx 8x üstə gəlinsin 7 kiçikdir bərabərdir 0. Hasili 7, cəmi 8 olan ədədlər 1 ilə 7-dir. İntervallar üsulu ilə həll edək bunda. 1 və 7. Böldük intervallara. 8 qiymətini yazsaq müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik və bərabər hissə lazım idi. Bu da oldu 1-dən 7-yə qədər hər ikisi daxil olmalı. Digər tərəfdən loqaritmanın qarşısındakı ifadə 0-dan böyük olmalıdır. Yəni x çıxılsın 5 böyükdür 0, x böyükdür 5, x çıxılsın 3 böyükdür 0, x böyükdür 3. Buradan alırıq 5-dən müsbət sonsuzluğa kimi, onsuz da bunu da əhatəsini alır. 5-dən müsbət sonsuzluğa kimi bu ikisinin ortaq hissəsi, daha doğrusu bu üçünün ortaq hissəsi kimi götürək. Bu üçünün ortaq hissəsi olacaq 5-dən 7-yə kimi. 7 daxildir, 5 daxil deyil. Doğru cavab A variantı. 18-ci sual ifadəsini sadələşdirin. 1 üstə gəlinsin tangens alfa bölünsün 1 üstə gəl kotangens alfanın yerinə yazdıq 1 bölünsün tangens alfa. Surət olduğu kimi qaldı. 1 üstə gəl tangens alfa. Məxrəci ortaq məxrəci gətirdik. Tangens alfada tangens alfa üstə gəl 1 bərabərdir. Bölmə tərsinə vurmadır. 1 üstə gəlinsin tangens alfa vurulsun tangens alfa bölünsün 1 üstə gəl tangens alfa. Bunlar ixtisar oldu. Tangens alfa alındı. Doğru cavab C variantı. 17% 47 olan ədəd.
Deməli, faizinə görə ədədi tapmaq üçün x ədədimiz bərabər olacaq 47 vurulsun 100 bölünsün 17. Ədədi təyin elədik. Olan ədədin 68%-ni tapın. Yəni x-in 68%-ni tapmalıyıq. 68 bölünsün 100. Bu da bərabərdir. 47 vurulsun 100 bölünsün 17 vurulsun 68 bölünsün 100. Yüzlər getdi. 68 ilə 17-ni ixtisar apardıq 17-yə. Bu oldu 4. 47 vurulsun 4. 4 dəfə 7. 8, 16, o da 18. 188. 20-ci sual. Oturacağının tərəfi 3 kök altında 3, yan tili 5 olan düzgün üçbucaqlı piramidanın hündürlüyünü tapın. Düzgün üçbucaqlı piramidanın hündürlüyü medianların kəsişmə nöqtəsinə düşəcək. Bu olsun hündürlük. Bu nöqtə medianların kəsişmə nöqtəsidir deyənə medianın 3/2 hissəsidir. Deməli bizə hündürlük lazımdır. Yan tili 5-dir. Bir dənə lazım oldu bu x. X məsafəsi də medianın 3/2 hissəsidir. Medianın təyin eləyək. Medianın hündürlüyü və tənbölən bir-birinə bərabərdir. Düzgün üçbucaq olduğundan a kök altında 3 bölünsün 2-dir. Yəni 3 kök altında 3 vurulsun kök altında 3 bölü 2 9 bölünsün 2. Bizə isə x lazım idi. X də dedik ki 3/2 hissəsinə bərabərdir medianın. 3/2 vurulsun 2 də 9 bərabərdir 3. X-i də 3 olaraq təyin elədik. Bizə isə hündürlük lazım idi. Pifaqor teoreminə görə h kvadratı üstə gəlinsin 3-ün kvadratı bərabərdir 5-in kvadratı. Buradan da h bərabərdir 4 olar. Doğru cavabımız A variantı. 21-ci sual. Ədədinin kəsr hissəsini tapın. Deməli, ədədin kəsr hissəsini tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxmaq lazımdır. Əvvəlcə bu ədədi sadələşdirək. A bərabərdir 2026 çıxılsın kök altında 21-i belə yazırıq. 16 üstə gəlinsin 5 çıxılsın 2 vurulsun 4 vurulsun kök altında 5. Bu şəkildə yazdıq kök altı ifadəni. Bu da bizə nə verir? 2026 çıxılsın kök altında 4 çıxılsın kök altında 5-in kvadratı. Bu da bərabərdir 2026 çıxılsın 4 üstə gəlinsin kök altında 5. A ədədini yekun olaraq tapdıq. 2022 üstə gəlinsin kök altında 5. Bunun təqribi tam hissəsini təyin etməyə çalışaq. 2022 üstə gəlinsin 2 tam onda 5 deyək kök altında 5'ə. Bu da oldu 2024 tam onda 5. Bunun tam hissəsi bərabər olacaq 2024. Bizə A ədədinin kəsr hissəsi lazım idi. Bu da A ədədinin özündən, yəni 2022 üstə gəl kök altında 5-dən tam hissəsini çıxmaqla alınır. Bu da bərabərdir kök altında 5 çıxılsın 2. Doğru cavab C variantı. 22-ci sual düzbucaqlı paralellepipedində AC və D1 D çərpaz düz xətləri arasındakı bucağı tapın. Çərpaz düz xətlər arasındakı bucağı təyin etmək üçün bunu paralel olaraq köçürməliyik. Paralel köçürsək düşər C1-in üzərinə. Deməli bizə bu ikisi arasındakı bucaq lazımdır. Bu da belə deyək ki, müstəviləri bir-birinə perpendikulyar olduğundan bu düz xətlər bir-birinə perpendikulyar olacaq. Yəni buradakı bucaq 90 dərəcə oldu. Doğru cavab Y variantı. 23-cü sual vektorların skalyar hasilini tapın. A və B vektorlarının skalyar hasili uyğun koordinatlarının hasilinin cəmidir. -3 vurulsun 4 üstə gəlinsin 2 vurulsun 9. -12 üstə gəlinsin 18 bərabərdir 6.
24-cü sual rəqəmlərindən bütün rəqəmləri müxtəlif olan neçə 4 rəqəmli cüt ədəd düzəltmək olar? 4 rəqəmli cüt ədədlərin sayı lazımdır. 4 rəqəmi götürdük. Deməli, cüt olmalıdır deyənə sonuncu rəqəm mütləq şəkildə cüt olmalıdır ki, buna 3 variantımız var. Digər rəqəmlər üçün bir şərt qoyulmayıb. Rəqəmlərdən birini deyək ki, bunu yazdıq. Yerdə qaldı 6 rəqəm. Birinci rəqəmin yerinə bu 6-sını yaza bilərik. İkinci rəqəmin yerinə digər birini götürsək 5 yaza bilərik. Üçüncüsünə isə 4 yaza bilərik. Deməli, alındı 6 vurulsun 5. 30, 4 dəfə 3, 12. 12 vur 3, 36, bir də 360. Deməli, 360 cüt ədəd düzəldə bilərik. 25-ci sual tənliyi ilə verilmiş düz xətt absis oxunu -9, 0, ordinat oxunu isə 0,6 nöqtələrində kəsir. 4b çıxılsın 2a ifadəsinin qiymətini tapın. Əvvəlcə bunu yazırıq yerinə. X-in yerinə -9 yazanda y 0 olur. Deməli, -9a çıxılsın 18 bərabərdir 0. -9a bərabərdir 18, a bərabərdir -2. X-in yerinə 0 yazanda y 6 olur. Deməli, b vurulsun 6 çıxılsın 18 bərabərdir 0. 6b bərabərdir 18, b də bərabərdir 3. Bizə lazımdır 4b çıxılsın 2a-nı təyin etmək. Yəni 4 vurulsun 3 çıxılsın 2 vurulsun -2. 12 üstə gəlinsin 4 bərabərdir 16 olar. 26-cı sual. N natural ədədini 7-yə böldükdə qalıqda 4 alınır. Onda n-in yerinə 4 yaza bilərik. Bizə lazımdır 8n üstə gəlinsin 19 bölünsün 7-də alınan qalıq. Bu da olacaq 8 vurulsun 4 üstə gəlinsin 19 bölünsün 7. 8-i 4-ə vurduq 32 üstə gəlinsin 19 bölünsün 2. Deməli 31, bu da 20. 51 bölünsün, bu da 2 yox 7-dir. 51-i 7-yə bölsək 49, 7-yə bölündü, qaldı orada qalıq 2. – 27-ci sual. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu R, alfa bucağı qarşısındakı tərəfi A olarsa, uyğunluğu müəyyən edin. R və alfa üçün asılıq sinuslar teoremi ilə yaza bilərik. A bölünsün sinus alfa bərabərdir 2R. Deməli, birinci hal üçün baxırıq. Deməli, olacaq A sinus A bərabərdir 2R sinus alfa. Buradan da aldıq. A-nın yerinə qiymətini yazsaq, kök altında 2R bərabərdir 2R sinus alfa. R-lər getdi. Sinus alfa bərabər oldu. Kök altda 2 bölünsün 2-yə. Sinus alfa da bu qiyməti alır 45 dərəcədə. 45 dərəcədə bundan əlavə də sinus ikinci rübdədə müsbətdir. Yəni elə 135-də də həmən qiyməti alır. Deməli 1-ə uyğun oldu B və Y. İndi ikinciyə baxırıq. Eyni düsturdur deyənə birbaşa yazaq da. Kök altında 3R bərabərdir 2R sinus alfaya. R-lər getdi. Buradan aldıq. Sinus alfa bərabərdir. Kök altda 3 bölünsün 2. Kök altda 3 bölünsün 2-ni alır 60 dərəcədə. 60 dərəcədə. O 60 dərəcədə alırsa elə 120 dərəcədə də eyni qiyməti alır. Və 2-yə uyğun oldu C-D. Üçüncünü yoxlayırıq. Burada da oldu 2R bərabərdir 2R sinus alfa. Buradan da sinus alfa bərabərdir 1. Bunu da alfa alır 90 dərəcədə uyğun oldu A. Deməli 1-ə B-yə, 2-yə C-dir, 3-ə isə A uyğun oldu. 28-ci sual. ABC üçbucağında AM tən bölən ABC üçbucağında AM tən bölən
AB 13, BC 14, AC 15 olarsa AMC üçbucağının sahəsini tapmaq lazımdır. Deməli, bura tənbölən olduğundan tərəflər də həmin nisbətdə bölünüb. Bura 13K deyirik, burada 15K deyirik. Tərəf hansı nisbətdə bölünürsə, sahə də həmən nisbətdə bölünür. Bundan bu düsturdan istifadə edək. Əvvəlcə sahəni tapaq. 3 tərəf verilibsə, sahəni hər ondan tapacaq. S bərabərdir kök altında P vurulsun, P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. P burada yarım perimetrdir. P'ni tapaq. 13 üstəgəl 14 üstəgəl 15 bölünsün 2 bərabərdir. 13, 15, 14, 42 bölünsün 2 bərabərdir 21. S bərabərdir. Kök altında 21 vurulsun. 21 çıx 15, 6, 21 çıx 14, 7, çıx 13, 8'dir. Buradan da kök almaq üçün belə yazaq da 21, 7 vurulsun 3. 6 da 2 vurulsun 3, vur 7 vur, 8'i də elə 8 kimi yazdıq. S bərabərdir. 7 vur 7, 49, kök alsaq 7, 3 dəfə 3-dən 3 çıxdı, 2 vur 8, 16, 16'dan da 4 çıxdı. 12 vurulsun 7, 70, 14, 84. Deməli, sahəsi 84'ə bərabərdir və 15 və 13K nisbətində bölünüb. 13K üstə gəlinsin 15K bərabərdir 84. 28K bərabərdir 84. Demək, K da bərabərdir 60, 24, 3. K-nı 3 tapdıq. İndi bizə lazım idi S, A, M, C bərabərdir 15K. Bu da 15 vurulsun 3 bərabərdir 45 olar. 29-cu sual. Qutuda eyni formalı 6 qırmızı, 5 yaşıl və 4 mavi rəngli karandaş var. Təsadüfi olaraq çıxarılan bir karandaşın qırmızı və ya mavi. Qırmızı və ya mavi 10 variant var burada. İkinci karandaşın isə yaşıl rəngli olması isə 5 variantdır. Deməli, ümumi 15 karandaş var. Qırmızı birinci karandaşın qırmızı və yaşıl olması 10 variantdır. Vurulsun. Artıq 14 karandaş qaldı ikinci üçün. Bu da 5 variantda mümkündür. 5 ilə 15 ixtisar apardıq. Burada qaldı 3. 10 ilə 14 ixtisar apardıq. 5, 7. Bərabərdir 21'də 5 olar. 30-cu sual. ABC üçbucağının xaricinə çəkilmiş çevrənin mərkəzi bu üçbucağın AC tərəfi üzərindədir. D nöqtəsi üçbucağın AB tərəfinin üzərində olub, CD parçası isə ACB-nin tənböləni olarsa, ADC bərabərdir 135 çıxılsın bucaq A bölünsün 2 olduğunu ispat edin. Deməli, bir dənə çevrə çəkdik. Bunun mərkəzi AC olsun. Deməli, bu A, bu C, bu da B. AC tərəfi üzərindədir mərkəz. D nöqtəsi isə üçbucağın AB tərəfi üzərində olub, CD parçası ACB-nin tənbölənidir. Bu da D nöqtəsi, bu da tənböləndir. Deyənə bura alfa, burada alfa yazdıq. B bucağı diametrə söykənib, deyənə bura 90 dərəcədir. Onda D üçün xarici bucağın xassəsinə görə demək, bura yaza bilərəm 90 üstəgəl alfa. A bucağı üçün isə yaza bilərik 90 çıxılsın 2 alfa. 90 çıxılsın 2 alfa yaza bilərik. İndi biz təyin etməliyik bu bucağı, bu D bucağını. ADC. Yazıram bucaq ADC. Üstə gəlinsin. Bucaq A, yəni 90
çıxılsın 2 alfa üstə gəlinsin alfa bərabərdir 180 dərəcədir. Buradan nə alıram? Bucaq ADC üstə gəlinsin 90 üstə gəlinsin daha doğrusu çıxılsın alfa bərabərdir 180. İndi bucaq A-nı necə ifadə edə bilərik ona baxaq. Bucaq A. Bucaq A bərabərdir 90 plus minus 2 alfadır. Onda bucaq A bölünsün 2 45 çıxılsın alfadır. 45 çıxılsın alfadır. Onda biz bunu belə yazaq da. Bucaq ADC üstə gəlinsin 45 üstə gəl 45 çıxılsın alfa bərabərdir 180. 45 çıxılsın alfanı gətirib yerinə yazsaq olacaq. Bucaq ADC üstə gəlinsin 45 üstə gəlinsin. Bucaq A bölünsün 2 bərabərdir 180. 45'i keçirdi sağ tərəfə. Oldu bucaq ADC üstə gəlinsin. Bucaq A bölünsün 2 bərabərdir 135. Buradan da aldıq ki, bucaq ADC bərabərdir 135 çıxılsın bucaq A bölünsün 2. Verilən təklif isbat olundu. İkinci qrupların situasiya suallarında istifadə olunmuş suallara baxırıq. Uzunluğu 1000 metr, eni 800 metr olan əkin sahəsi şəkildə göstərildiyi kimi bərabər kvadratlara bölünərək 3 hissəyə ayrılmışdır. Hər 3 hissədə pomidor əkilmişdir. Bu 3 hissənin hər birinin sahəsini tapın və hektarla ifadə edin. Deməli 1000 metr. 10 damadır, hər bir dama 100 metrdir. Burada 8 damadır, hər biri də 100 metr eni üçün olan damalar da oldu. Deməli buranı 200 metr yaza bilərəm. Bura 1000 metrdir. Bura olacaq 600 metr. 3 damadır deyənə hər biri 100, 300 metr. Bura 5 damadır 500 metr. Burada 5 damadır 500 metr. Yuxarıda oldu 7 dama 700 metr. İndi S1'i hesablayıram. S1 bərabərdir. Trapesiya şəklindədir deyənə oturacaqların cəminin yarısı vurulsun hündürlüyüdür. Bu da bərabərdir. 400 vurulsun 600 bərabərdir. 6 dəfə 4. 24 vurulsun 10.000 metr kvadrat. 1 hektar bərabərdir 10.000 metr kvadrat olduğundan bu da oldu 24 hektar. S2'ni hesablayırıq. S2 bərabərdir. Deməli 200 və 1000'dir eni və uzunluğu. 200 vurulsun 1000. Bu da bərabərdir. 20 vurulsun 10.000 metr kvadratı, yəni 20 hektardır. Bir də S3'ü hesablayırıq. Bu da trapesiyadır. 700 üstə gəlinsin 500 bölünsün 2 vurulsun 600. Bu bizə 600'ü verdi. 600 vurulsun 600 bərabərdir. 36 vurulsun 10.000 metr kvadratı. Bu da bərabərdir 36 hektar. Deməli birinci sahə oldu 24 hektar, ikincisi 20 hektar, üçüncüsü isə 36 hektar oldu. Keçdik növbəti 29-cu suala. Birinci sahənin hər hektarından. Deməli birinci sahəyə baxaq. Birinci sahə 24 hektar idi. İkinci sahə 20 hektar, üçüncü isə 36 hektar idi. Birinci sahənin hər hektarından 20 sentiner. 1 sentiner 100 kiloqramdır. Sonda 100'ə vurarıq. İkinci sahənin hər hektarından 25. Üçüncü sahənin hər hektarından 15 sentiner pomidor yığıldı və 10 yeşilliyi 10 kiloqramlıq yeşiklərə dolduruldu və ambara daşındı. Ambara daşınmış yeşiklərin ümumi sayını tapmaq lazımdır.
Deməli, birinci sahədən, yəni 24, 20 sentinə yığılıb. İkinci sahənin hər hektarından, ikinci sahə 20-nin hər hektarından 25 sentiner, üçüncüdə isə 36-dan da 15 sentiner yığılıb. Bu elədir 480, üstə gəlinsin 500, üstə gəlinsin 180, 540 olmalıdır, 540. 1040, 1440, 1520. 1520 sentiner pomidor yığılıb. İndi 1520 sentineri çevirdi kiloqrama. Oldu vurulsun 100 kiloqram. Və 10 kiloqramlıq yeşiklərə yığılıb deyənə böldük 10-a. Bunlar ixtisar getdi. Oldu 15200 yeşik. Deməli, ambara 15200 yeşik pomidor göndərilib. 30-cu sual. Mağaza ambardan birinci sahəyə aid olan 10 yeşik, ikinci sahəyə aid olan 20 yeşik, üçüncü sahəyə aid olan 30 yeşik pomidor alaraq satışa çıxardı. Bu mağazadan pomidor alan alıcının təsadüfən seçdiyi 5 yeşikdən birinin birinci sahəyə, ikincinin ikinci sahəyə və ikisinin ikinci sahəyə, ikisinin də üçüncü sahəyə aid olması hadisəsinin ehtimalını tapmaq lazımdır. Deməli, mümkün hallar bərabərdir. 5 dənə yeşik ümumi 60-dan, kombinizon 60-dan 5. Əlverişli halların sayı isə olacaq. Deməli, birinci sahəyə aid olsun 1-i. Ondan 1 vurulsun. İkisinin ikinci sahəyə. İkinci sahədən 20 yeşik gətirmişik. Kombinizon 20-dən 2. İkisi də üçüncü sahəyə. Bu da 30-dan 2. Hadisənin ehtimalı PA bərabərdir. Əlverişli hallar. Kombinizon 10-dan 1. 10-a bərabərdir. 20-dən 2. 20 vurulsun 19 bölünsün 2. Yəni 10 vurulsun 19. 30-dan 2 olacaq. 30 vurulsun 29 bölünsün 2. 15 vurulsun 29. 60-dan 5-i də belə hesablayaq da. 60-dan 5. 60 vurulsun 59 vurulsun 58 vurulsun 57 vurulsun 56. Məxrəcdə də 1 vur 2 vur 3 vur 4 vur 5. Bu məxrəcdə yazılsa gedəcək surətə 1 vur 2 vur 3 vur 4 vur 5. Məxrəcdə də olacaq 60, 59, 58, 57 və 56 hasili. 4 dəfə 5 20, 20-ni də 3-ə vurduq 60. İxtisar getdi. Sonra 29 vur 2 elədi 58. Burada bir dənə 2 qaldı, bu da getdi. Sonra 19 vurulsun 3, 57 edir. Burada 3 qaldı, bu getdi. Bu 3 ilə də 15 ixtisar apardıq, 5 qaldı. 56-nı 2 ixtisar apardım. Burada da 5 qaldı. Burada 28. 28-i 2 ixtisar apardıq. Burada 5, burada da 14 qaldı. Deməli 5 vurulsun 5 vurulsun 5. 59 vur 14. Bu da bərabərdir. Surətdə 125. 59 vur 14. 590. 240. 826.